Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib. Diplomatik nümayəndəlik İran PUA-larının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir. Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib. Hamını qlobal təhlükəsizliyi, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq deyə məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb. Məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb. Açıqlamada Ukraynanın Xarici İşlər Naziri Andrey Sibiqanın İran rejimi 10 illərdir bölgəni terror edir, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir fikirlərinə də yer verilib. Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına xor baxan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir açıqlamada qeyd olunur.